Abdurrahman ibn Amr ətba'u tabinlərdən oldu. Allah ona rəhmət eləsin. Fikir verin nə deyir? Deyir ki, iman dağlar kimi deyir, çoxalır. İmanın azalması barəsində də deyir ki, iman o dərəcədə azalır ki, artıq sonda yox olur. Allah qorusun. Ona görə dəyərli qardaşlar, və biz bugün çalışmalıyıq bu fitnələrin çox olduğu zamanda Allahın bizə bəxş etdiyi iman nimətini qorumalıyıq. Həqiqətən bu böyük bir nimətdir, böyük lütfdür Allahdan. Nə qədər çevrədə insanlar var, günahlar, asiliklər, fitnələr içərisindədir. Yəni biz düşünməliyik ki, bu imanı qoruyub saxlamaq üçün mütləq vasitələrdən istifadə etməliyik. O imanı qorumaq üçün. O imanı qorumaq üçün də ən birinci vasitə nədir? Allahın kitabından möhkəm yapışmaq lazımdır. Allahın kitabını oxumaq, öyrənmək və həmçinin Allahın kitabını oxumaqla bərabər onun içindəki əmrlərə riayət etməklə insan imanını qoruya bilər. Eyni zamanda Allahın kitabında qadağan olunan əməllərdən çəkinməklə insan imanını qoruya bilər. Çünki Allahın kitabı insanları doğru yola irşad edən bir kitabdır. İnsanları doğru istiqamətə yönəldən bir kitabdır.